Postterminalın qeydiyyatdan çıxarılması ərizəsinin tərtib olunması və göndərilməsi barədə video təlimat. Bu video təlimatda vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış postterminalların qeydiyyatdan çıxarılması barədə məlumatların Bank Acquire tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsi, vergi orqanları tərəfindən onların qeydiyyatdan çıxarılması və bu barədə məlumatların elektron formada Bank Acquire-ə göndərilməsi üçün ərizənin tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govas portalına daxil olmaq lazımdır. Asan imza, SIMA token və yaxud SIMA imza gücləndirilmiş elektron imzaları vasitəsilə elektron kabinetinə daxil olan istifadəçi ilk növbədə yeni pəncərədən ərizələr modulunu seçir. Daha sonra postterminalın qeydiyyatdan çıxarılması ərizəsinin təqdim olunması ilə bağlı yeni ərizə xanasına müraciətə uyğun ərizənin adı yazılaraq axtarış nəticəsində ekranda adı əks olunan ərizə forması və yaxud hamısına bax düyməsi vasitəsilə yeni açılan pəncərədə müvafiq ərizə forması seçilir. Açılan ekranda Bank Acquire və rəhbər barədə məlumatlar avtomatik əks etdirilir. Vergi ödəyicisi xanasına postterminalı qeydiyyatdan çıxarılacaq vergi ödəyicisinin VÖN-ü və ya adı daxil edilir. Obyekt xanasında postterminalın qeydiyyatdan çıxarılacağı obyekt seçilir. Postterminalın tipi xanasından stasionar postterminal və yaxud mobil post cihaz növlərindən biri seçilir. Postterminalın seriya və nömrəsi unikal kodu xanasında müvafiq seriya və nömrə qeyd edilir. Növbəti mərhələdə qeydiyyatdan çıxarılma səbəbi xanasında postterminalın qeydiyyatdan çıxarılması səbəbi seçilir. Ərizənin göndərilməsi üçün aktivləşən imzala və göndər düyməsi sıxılmaqla ərizə forması imzalanır və göndərilir. Qaralamada saxlanması və daha sonra göndərilməsi üçün isə qaralamada saxla və çıx düyməsi sıxılır və ərizələr qaralamalar bölməsində əks olunur. İmzala və göndər düyməsi sıxıldıqdan sonra istifadəçinin bu əməliyyatdan imtina etmək imkanı da mövcuddur. İmtina düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə geri qayıdılır. Bu zaman ekranda əks olunan qaralamanı sil düyməsi sıxılmaqla ərizə forması silinə və yaxud əksinə əməliyyatdan imtina edilə bilər. İmzalama əməliyyatından sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və müvafiq ərizənin göndərilməsi barədə bildiriş ekranda əks olunur. Həmin pəncərədə çap düyməsi vasitəsilə ərizə çap edilə, endir düyməsi ilə yüklənə bilər. Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur. İstifadəçi tərəfindən göndərilən postterminalın qeydiyyatdan çıxarılması ərizəsi onun ərizələr modulundakı göndərilənlər qolluğunda əks olunur və bu hissədə ərizənin statusu barədə məlumat qeyd edilir. Eyni zamanda bu hissədən də istifadəçi tərəfindən endir düyməsi vasitəsilə ərizə yüklənə, çap düyməsi ilə çap oluna bilər.